Kapital istehlak üzərinə qurulub, istehsaldan daha çox. Bəli. Burada təbii yenə görürük ki, İslamiyyətdə istehlaka bir şey deyil. O mübahisə bizdə əsas iki istiqamətdə həmişə gedibdir İslam arealında. Birinci, mütəfəkkirlər, düşüncə adamları deyiblər ki, biz Qərbin elmini, texnikasını götürürük, amma mənəviyyatı, əxlaqını götürməməliyik. Amma məsələn Əhməd Ağaoğlu kimi mütəfəkkirlərimiz deyib ki, mədəniyyəti bölüb götürmək olmaz. Mədəniyyət bütündür. Yəni ki, bu elm və texnika ona görə yaranıb ki, sən universitetdə alimi öldürməmisən. Yəni biz bugün sosial şəbəkəni istifadə edirik. Sonra dini sən universitet yaratmısan. Universitetdə alim sərbəst düşünə bildiyinə görə kəşf eləyib. Kəşf elədiyindən də insanlar istifadə eləyib. Və ona görə biz bunu bütöv götürməliyik. Amma sən deyirsən ki, alimin kəşfini götürməliyik. Amma ora qədərki mərhələdə alimi niyə öldürməyiblər, niyə bunu sərbəst buraxıblar? O hissədə biz öz qaydamızla baxmalıyıq. Bu artıq bizim əslində o natamam bir yeniləşmə, natamam bir islahat anlayışımızı ehtiva elədiyinə görə biz hələ də transformasiya oluna bilmirik, müasirlikdən uzaq qalır.